Salam dostlar, bugün biz klaviatura AR680 açacağıq. Cəmcə 15 manat dostlar. Windows 7 dəstəkləyir. Açaq. Çox asan da açıldı. Səhvlik baş verməz inşallah. Klaviaturumuz burada dostlar. Elə belə gəlir klaviaturun özü. Azərbaycanın asıl Axston falan asıl beləsi gəlir dostlar. Adı AR80 klaviaturasıdır. Daha incələ baxın. Başqa şey deyil. Şey falan dayanır. AR80. Beləsi bir şey var. Dayanıqlı falan deyil yəni. Oyuncu klaviaturası. Baxın dostlar, oyuncu klaviatura. Oxşayır beləsi. Getmək var, gəlmək üçün. Sonra geriyə getmək. Buradan elə direkt girə bilərsiniz şeyə. Buradan gəlmək. Yaxşı, bunu açıyoruz. Dostlar. Dostlar, indi bu açıb incəlirik. Və dostlar, sizə bildirmək istəyirəm ki, bir dənə Lenovo M20 Sun var. Cəmicə 5 manatdır Azərbaycanda. Açaq. Dostlar, çox böyükdür. Əlim bu qədər uşaq əməliyə. Bu qədər sığır. Günlük kullandı. Ancaq oyunlar üçün biraz çətin yapacaq. Günlük kullandı yaxşı ola bilər dostlar. Birazdan bunların klaviaturada bunun da işləmi keçəcək. Salam dostlar. Bugün gördüğünüz bunları incelemek ise burada dostlar bu klaviatura beləncə bir şey olur. Biraz başlarda şey olabilir. Biraz beləncə qoyub oyun oynayarkən rahat oyun oynamağınıza kömək edə bilirsin ki, oyuncu klaviaturasıdır. Hə dostlar, buna baxırıq. Mən kompüterim olduğu üçün televizoru qoşuruq dostlar. Göz bir dəqiqə. Sonra elə normal san nətər olacaq. İşıq var burada, işıqlımış. Hə dostlar, kurulumu yaptım belə. İşıq yanır. Bunda da burada işləməsi işıq yanırdı. Buna baxa görsək uzaq. Baxın belə. Yox dostlar, bu yan kompüteri işlədən olacaq. Bu da televizorunu qapat. Baxa başlayaq. Bura basırıq və evə giririk. Girdik dostlar. Göstərmədim dostlar burada şeyləri. Hə, bura girdik. Burada orqanlar falan program var o iş. Keçək asıl şeyimə. Məsələmizə. Beləncə yoxlayırıq, yoxsa işləmir. Dostlar, video kəssin dostlar, beləncə yazırıq. Bura plus qoyuruq və budur. Gecə baxaq günə nə olacaq. Qoyuq normal yeri qoyaq dostlar. Bu nə qaldı? Qoyuq hara girdi bu. Yazaq baxaq günə nə olacaq. Gözüm dostlar, stol gətirim. Hə dostlar, baxaq günə yazı olur. Ne yazı dostlar? Salam yazıq. Yazılmır bu. Hə. Bura girməmişik. Yazaq. S, A, bu. Dostlar, ben biraz burada dostlar, burada incələmək istəyirsə enter bir şey yazanda baxın dostlar. İndi bax, silmək üçün baxın dostlar. Bura məsələn, burada səhv yazdım. Basıram hər şey silinir. Salı A M. Yazıq dostlar. Və bu ayırmaq üçün buna basırsınız və enter klavişinə basırsınız. Enter olaraq giriş yapır. Dostlar, oynayır qəşəng. Oynamaq fulldur. Beləncə bir dostlar. Salam dürüm seti varmış. Standart qəşəng işləyir dostlar. Bakın. İndi burada çıxaq. Buraya girdim mən. Dostlar, istəyirsə bunu evə basacaq. Buradan çıxıb direktdə buradan görür, buradan görür. Baxa görə nə olur. Və dostlar, bizdə F12-də televizorun kodunu verir. F12-ə basın dostlar. F11-ə kod alır. Baş bunları incə göstərməm dostlar hələ ki. Girək oyuna. Oyun nətər olacaq dostlar. Oyun şeyə sor. Burada başlayır dostlar. Qoya basır dostlar.
Başlıyoruz. Qoraç. Red'e başlayırıq. Shift'e basıyorsun. Heç kompüter haqqında bildirişim yoxdur dostlar. Bir şey alma. Saf olursun. Bitirdik dostlar videomuzu. Dostlar like atıp abone olmayı unutmayınız. Ve bu kadar. Özümüzü bir hacker kimi isterseniz beğensin basalım. Gel. Evet. Çık. Dostlar abone olup like atmayı unutmayınız. Zahmet olmaz.